Asan Könüllüləri Təşkilatının ölkəmizdə keçirilən COP29 çərçivəsində reallaşdırdığı Könüllülərin ekoloji düşərgəsi layihəsi başa çatıb. Sosial təşəbbüs Özbəkistan Könüllülər Assosiasiyasının birgə təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşdırılıb. Tədbir çərçivəsində reallaşdırılan panel sessiyada iqlim dəyişikliyinin cəmiyyətimizə təsiri və həll yolları haqqında danışıqlar aparılıb. Sessiyada qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Dövlət Agentliyinin şöbə müdiri Nazilə Hüseynova və digər qonaqlar çıxış ediblər. Asan Könüllüləri Təşkilatının sədri Anar Musayev layihə barədə Asan TV-yə danışıb. Qeyd etmək istəyərdim ki, layihənin əsas məqsədi gənclərin iqlim dəyişikliyi mübarizədə və ətraf mühitin qorunmasına iştirakçılığının artırılması, eyni zamanda ölkələrarası könüllü sahəsində əməkdaşlığın daha da genişləndirilməsidir. Və geridə qoyduğumuz 2 gün müddətində gənclər üçün müxtəlif istiqamətlərdə panel görüşlər, təlimlər, komanda oyunları və mövcud ekoloji problemlərin həlli istiqamətində icraatın həyata keçirilir. Layihə çərçivəsində iştirakçılar iqlim dəyişikliyi ilə mübarizə istiqamətində müxtəlif ekoloji həll yolları hazırlayıb və peşəkarlar tərəfindən keçiriləcək təlimlərdə iştirak ediblər. Asan TV-yə müsahibə verən Özbəkistan Könüllü Assosiasiyasının direktoru Şirin Abidova iki ölkənin oxşar dostluq münasibətlərindən söz açıb. Bu bir ekoloji forumdur. Burada ölkə liderləri öz təcrübələrini bölüşürlər və qlobal məsələlərə qarşı çıxış yolu axtarırlar. Ona görə ki, bu bütün dünyanın problemidir. Azərbaycan və Özbəkistan qardaş ölkələrdir. Eyni dilimiz, adət və bayramlarımız var. Fəxr edirik ki, buradayıq. Ümumilikdə 30-dan çox Azərbaycan və Özbəkistan könüllüsünü əhatə edən layihənin məqsədi gənclərin diqqətini iqlim dəyişikliyinin təsirinə və həllinə cəlb etmək, bilik və bacarıqların gücləndirilməsinə təşviq etmək olub. Düşərgənin ilk 2 günü Türk dünyasının gənclər paytaxtı Lənkəran şəhərində baş tutub.